Heç olubmu ki, ərində sıvarma qabı bağında dayanıb, əkdiyi yerlərə baxıb, içində qəribə bir boşluq hiss edəsən? Bu sadəcə fiziki boşluq deyil, daha dərin bir hissdir. Elə bir ayağının altındakı torpaq nəfəs almağı unudub, sanki canlılığını itirib. Bu hissi yaxşı tanıyıram, çünki hər həftə mənə yüzlərlə bağban eyni sualı yazır. Niyə mənim bağım artıq cavab vermiş? Suvarırlar, gübrə verirlər, torpağı yumşaldırlar, malç edirlər, kitabda yazılan hər şey edirlər. Amma nəticə yoxdur. Fidanlar zəif çıxır, yarpaqlar səbəbsiz saralır. Su torpağa hopmaq əvəzinə səttə qalır və ildən ilə vəziyyət daha da pisləşir. Əgər bu sözlərdə özünü tanıdınsa, bil ki tək deyilsən və ən əsası, bu sənin günahın deyil. Bizim nənə-babalarımız belə problemlə qarşılaşmırdı. Onların torpağı canlı, yumşaq və bərəkətli idi. Toxumu atırdılar və o çətinliksiz rahat böyüyürdü. Bəs indi niyə hər şey dəyişib? Nə baş verdi? İcazə ver izah edim. Mən barçılıqla məşğul olan, xüsusilə 50 yaşdan sonra bağdan zövq almaq istəyən insanlar üçün yazıram. Məqsədim sadədir, bağçılığın sevincini geri qaytarmaq. Kimyasız, böyük xərclərsiz, özünü yormadan. Sadəcə təcrübə, biologiya və əsrlərlə sınaqdan çıxmış üsullar. Bugün sənə bütün dünyada bağları məhv edən bir problemdən danışacağam. Gözlə görünmür, amma bütün uğursuzluqların səbəbidir. Və ən əsası, çox sadə, demək olar ki, pulsuz bir həll yolu var. Söhbət ölü torpaqdan və onu yenidən dirildən qədim bir mayedən gedir. Bəs ölü torpaq nədir? Bu səhrə deyil, qum deyil. Bu görünüşcə torpaqdır, amma ən vacib şeyi, içindəki həyatı itirib. Sağlam torpaq sadəcə mineral yığını deyil. Bu bütöv bir dünyadır. Milyardlarla bakteriya, göbələk, mikroorqanizm və torpaq qurdları. Onlar gecə-gündüz işləyir, yarpaqları parçalayır, orqanik maddələri qidaya çevirir, torpağın strukturunu qurur, suyu süngər kimi saxlayır, hava və köklər üçün yollar yaradır. Bu görünməz ordu yoxa çıxanda torpaq ölür. Üstdən normal görünə bilər, amma içində həyat yoxdur. Bitkilər bunu dərhal hiss edir. Bunu necə anlamaq olar? Bir neçə sadə əlamət var. Birincisi, su. Torpağı suuyursan, amma su asfalt üzərindəki kimi yığılıb qalır. Dəqiqələr keçir, amma hopmur. Bu o deməkdir ki, torpaq artıq suyu keçirmir, bağlanıb. İkincisi, sərtlik. Kürəyi götürüb torpağa basırsan, amma o geri sıçrayır. Sanki daş kimidir. Belə torpaqda köklər inkişaf edə bilmir, hava keçmir, həyat boğulur. Üçüncüsü, çürüməyən malç. Saman, yarpaq və ya ot qoyursan, amma bir neçə aydan sonra belə dəyişmiş, sanki donub qalıb. Çünki onu parçalayacaq mikroorqanizmlər yoxdur. Dördüncüsü, torpaq qurdları. Əvvəllər bir ovuc torpaqda bir neçə qurd tapmaq olurdu, indi isə heç biri yoxdur. Bu ən ciddi siqnaldır. Çünki qurdlar yalnız canlı torpaqda yaşayır. Beşincisi, bitkilər. Cücərirlər, amma böyümürlər. Həftələrlə yerində qalır, saralır, tez solur. Sanki yaşamaq üçün gücləri yoxdur. Bəs niyə belə olur? Səbəblər çoxdur və hamısı müasir həyatla bağlıdır. Hər il torpağı dərin şumuyuruq və onun təbii quruluşunu dağıdırıq. Yaylar daha isti keçir, mikroorqanizmlər məhv olur. Kimyəvi gübrələr torpaqda duz toplayır və köklərdən suyu çəkir. Kran suyundakı xlor faydalı bakteriyaları öldürür. Üstəlik, torpağa düşən yarpaq, ot, peyin kimi orqanik maddələr azalır. Mikroorqanizmlər qidasız qalır və yavaş-yavaş yox olur. Bir misal çəkim. Təsəvvür et, böyük bir mətbəx var. Rəflər yeməklə doludur. Şəkər, tərəvəz, ədviyə, hər şey var. Amma aşpaz yoxdur. Kim yemək bişirəcək? Heç kim. Məhsullar sadəcə qalacaq və xarab olacaq. Torpaqda da eyni şey baş verir. Qida var, amma onu bitkilər üçün yararlı hala salacaq işçilər yoxdur. Ona görə gübrə versən də faydası olmur. Çünki sən əslində ölü torpağı yedizdirirsən. Əvvəlcə torpağa həyat qaytarmaq lazımdır. Mən də bunu yaşamışam. İllər əvvəl torpağım daş kimi bərk idi. Kürəyi zorla 5 sm batırırdım. Su saatlarla səttə qalırdı. Fidanlar böyümədən quruyurdu. Kompost, gübrə, torf, qum, hər şeyi sınadım. Heç nə kömək etmədi. Sonra qədim, sadə bir üsul öyrəndim.
Bu üsul əsrlərdir Asiya və başqa bölgələrdə istifadə olunur. Bu bitkini deyil, torpağı oyadan bir mayedir. Sınaqdan keçirdim və cəmi 2 həftəyə torpaq dəyişdi. Su hopmağa başladı, qurtlar geri gəldi, malç çürüdü, bitkilər canlandı. Heç bir bahalı gübrə olmadan. Sadəcə biologiya, sadəcə həyatın geri qayıtması. Unutma, bitkilər torpağa nə əlavə etdiyinə görə yox, torpağın nə hala gəldiyinə görə inkişaf edir. Sənin torpağın ölü deyil, sadəcə yatıb və biz onu oyadacağıq. Amma əvvəlcə vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Çünki düzgün diaqnoz işin yarısıdır. Sənə 3 sadə test göstərəcəm. Heç bir cihaz lazım deyil. Sadəcə əllərin, gözlərin və 5 dəqiqən. Birinci test – kürək. Kürəyi torpağa bas. Əgər torpaq canlıdırsa, asanlıqla girəcək. Yumşaq səslə, sanki bıçaq yağa girir. Bu həyatın əlamətidir. Əgər sıçrayırsa, səs çıxarırsa və çətinliklə girirsə, torpaq sıxılıb, ölüdür. İkinci test. Suyun hopması. 20 sm dərinlikdə çuxur qaz. Su ilə doldur. Bir dəfə hopmasını gözlə. Sonra yenidən doldur və vaxtı ölç. 10-15 dəqiqəyə hopursa, yaxşıdır. 2-3 dəqiqəyə yoxa çıxırsa, torpaq qumludur, su saxlamır. Saatlarla qalırsa, torpaq boğulur, hava keçmiş. Üçüncü test. Torpaq qurtları. Bir parça torpağı çıxar, əl ilə parçala və bax. Sağlam torpaqda ən azı 3-dən 5-ə qədər qurt görməlisən. Bu sistemin işlədiyini göstərir. Mikroorqanizmlər qurtları qidalandırır, qurtlar torpağı yaxşılaşdırır. Hər şey bir-biri ilə bağlıdır və hər şey tarazlıqda yaşayır. Əgər torpaqda cəmi 1-dən 2-yə qədər qurt görürsənsə, bu o deməkdir ki, torpaq artıq zəifləyib. Həyat hələ var, amma çox zəifdir. Əgər ümumiyyətlə qurt yoxdursa, bu artıq ciddi problemdir. Bu o deməkdir ki, torpaqda mikroorqanizmlər üçün qida qalmayıb, təbii dövran dayanıb. Bitkilər tək başına qalıb və bu mübarizədə uduzurlar. Unutma, torpaq qurtları bağın nəbzidir. Nəbz yoxdursa, bağ da yavaş-yavaş ölür. Amma əgər bu testlərdən biri problem göstərdisə, ruhdan düşmə. Bu sənin səhvin deyil. Sadəcə müasir şərait torpağı əvvəlkindən daha tez yorur. Kimyəvi maddələr, istinin artması, orqanik maddələrin azalması, xlorlu su, bunların hamısı torpaqdakı həyata qarşı işləyir. Yaxşı xəbər isə budur. Torpağı diriltmək düşündüyündən daha asandır. Bəzən cəmi bir neçə gün kifayət edir. Bunun üçün nə böyük pul lazımdır, nə ağır iş, nə də mürəkkəb texnologiya. Sadəcə bir şey lazımdır. Bəlkə də illərlə lavaboya tökdüyün bir şey. Söhbət düyü suyundan gedir. Bəli, düyünü yuyandan sonra qalan o bulanıq, ağ su. Çoxumuz onu tullantı sayırıq. Amma əslində bu, torpaq üçün ən güclü təbii probiotiklərdən biridir. Bu su əslində nədir? Düyünü yuyanda dənələr bir-birinə sürtünür və üzərindəki nişasta suya keçir. Məhz bu nişasta suyu ağ və bulanıq edir. Bu isə mikroorqanizmlər üçün hazır enerji mənbəyidir. Bu enerji ilə qidalanan xüsusi bakteriyalar var. Süd turşusu bakteriyaları. Eyni bakteriyalar qatıq, turşu kələm, mayalı çörək hazırlayır. Bu bakteriyalar ölü torpaq üçün ilk xilas edicilərdir. Onlar torpağa düşən kimi işə başlayır. Ağır parçalanan maddələri parçalayır. Torpağı yumşaldır. Zərərli göbələkləri və bakteriyaları bastırır. Faydalı mikroorqanizmlər üçün uyğun mühit yaradır. Başqa sözlə, torpağı yenidən həyata hazırlayırlar. Düyü suyunu necə hazırlamaq olar? Çox sadədir. Bir stəkan çiy düyü götür. Hansı növ olmasının fərqi yoxdur. Yerli düyü, uzun dənəli, qısa dənəli fərq etmir. Üzərinə 2 stəkan təmiz su əlavə et və yaxşıca qarışdır. Elə qarışdır ki, su tam bulanıqlaşsın. Demək olar ki, süd kimi olsun. Bu çirk deyil, nişastadır. Sonra düyünü süz. Düyünü yemək üçün istifadə edə bilərsən. Su isə bizə lazımdır. Bu suyu şüşə qaba tök. Və vacib məqam, qabın qapağını möhkəm bağlama. Üzerini nəfəs ala bilən bir materialla ört. Təmiz parça, kağız salfet və ya filtr. Rezinlə bağla.
Niyə bu vacibdir? Çünki mikroorqanizmlərə hava lazımdır. Əgər qabı bağlasan, pis qoxulu, çürümə yaradan bakteriyalar çoxalacaq. Amma hava olsa, faydalı bakteriyalar üstünlük qazanacaq. Qabı qaranlıq, sərin yerdə saxla. Günəş altında yox, istilik mənbəyinin yanında yox. Sadəcə sakit bir küncdə. 2-3 gün gözlə. Bu müddətdə maye canlanacaq. Bakteriyalar çoxalacaq. Su biraz qatlara ayrıla bilər. Bu normaldır. Əsas göstərici qoxudur. Düzgün hazırlanmış düyü suyu, yüngül turş qoxu verir. Qatıq, turşu və ya mayalı xəmir kimi. Bu yaxşı əlamətdir. Əgər pis, çürük, kəskin qoxu gəlirsə, deməli nəsə səhv gedib. Belə halda tök və yenidən hazırla. Bu normaldır. Hər kəsdə ilk dəfədən alınmaya bilər. Bəziləri soruşur, düyüdə az miqdarda zərərli maddələr olmurmu? Olur. Amma burada əsas məsələ başqadır. Sağlam torpaq mikroorqanizmləri, zərərli maddələri parçalayır və zərərsizləşdirir. Yəni sən torpağa zəhər yox, təmizləyici ordu verirsən. Necə istifadə etməli? Hazır mayeni istəsən, soyuducuda saxla. Amma ən yaxşısı bir həftə ərzində istifadə etməkdir. İstifadədən əvvəl bir hissə düyü suyunu, 10 hissə su ilə qarışdır. Bu qarışığı birbaşa bitkilərin kökünə tök. Yarpaqlara səpmə. Bu torpaq üçün nəzərdə tutulub. Torpağı yaxşıca islat. Mikroorqanizmlər dərinə gedəcək və işə başlayacaq. Bir neçə gün sonra dəyişiklikləri görəcəksən. Su daha tez hopacaq. Torpaq yumşalacaq. Fidanlar dikələcək. Malç parçalanmağa başlayacaq. Bu başlanğıcdır. Torpaq yavaş-yavaş oyanır. Düyü suyu ilk qığılcımdır. Amma bununla iş bitmir. Torpaq oyandı. İndi bitkilərə dəstək vermək lazımdır. Çünki onlar artıq böyümək istəyir, amma gücləri çatmır. Yarpaqlar solğun, gövdələr nazik, inkişaf zəif olur. Halbuki torpaqda azot, fosfor, kalium var. Problem ondadır ki, bitkilərə siqnallar çatmır. Yəni böyüməni stimullaşdıran təbii hormonlar və maddələr çatışmır. Kimyəvi gübrələr bunu vermir. Onlar sadəcə mineral verir. Amma bitkilərə lazım olan canlı enerji deyil. İndi isə ikinci təbii vasitəyə keçək. Bu, fermentləşdirilmiş bitki şirəsidir. Bu, bağ üçün təbii multivitamin kimidir. Ən güclü, sürətlə böyüyən bitkilərdən alınan həyat enerjisi konsentratıdır. Belə bitkilərdə xüsusi maddələr olur. Fitohormonlar, auksinlər, böyüməni sürətləndirir, sitokininlər, yeni tumurcuqlar oyadır, giberelinlər, çiçəklənməni artırır. Bunlar təbii, təhlükəsiz və çox təsirli maddələrdir. Fermentasiya yolu ilə bu gücü çıxarıb zəif bitkilərə ötürə bilərsən. Necə hazırlanır? Əvvəlcə düzgün bitki seç. Həyətdə, bağda, yol kənarında böyüyən güclü otlara bax. Çətin çıxan alaq otları, sürətlə yayılan bitkilər ən yaxşı seçimdir. Məsələn, gicitkən, zəncir otu, bağa yarpağı, yaban otlar, hətta biçdiyin ot və tərəvəz qalıqları. Əsas qayda: tez böyüyürsə və sağlam görünürsə uyğundur. Təxminən 1 kiloqram belə yaşıl kütlə topla, evə gətir, yıka və xırda doğra. Nə qədər xırda olsa, bir o qədər yaxşı. Məqsəd, bitkinin içindəki maddələrin maksimum çıxmasıdır. İndi adi qəhvəyi şəkər götür. Bahalı bir şey lazım deyil, marketdə satılan sadə şəkər də uyğundur. Nə qədər yaşıl kütlə toplamsansa, təxminən o qədər də şəkər lazımdır. Yəni çəki ilə birə-bir. Əgər tərəzin yoxdursa, narahat olma. Şəkəri elə əlavə et ki, bütün doğranmış otlar nəmlənsin, parıldasın. Burada maraqlı proses başlayır. Şəkər bitkinin hüceyrələrindən şirəni çəkir. Necə ki, duz xiyar turşusu hazırlayanda xiyarın suyunu çıxarır. Burada da şəkər otların içindəki şirəni çıxarır. Bizə məhz o şirə lazımdır. Çünki bütün güc, hormonlar, fermentlər və faydalı maddələr onun içindədir. Yaşıl kütləni şəkərlə əllə yaxşıca qarışdır. Hər yarpaq şəkərlə örtülsün. Sonra qarışığı şüşə bankaya yığ. Çox bəlk basma, biraz hava qalsın. Üstünə kiçik bir ağırlıq qoy. Təmiz daş, balaca boşqab ya da uyğun gələn başqa bir şey. Bu otları yüngül sıxacaq və şirənin daha yaxşı çıxmasına kömək edəcək. Və yenə çox vacib məqam. Bankanın qapağını möhkəm bağlama. Üstünü təmiz parça və ya tənziflə ört.
rezinlə bağla. Bu canlı fermentasiyadır, nəfəs almalıdır. Əgər bankanı kip bağlasan, içərdə qaz yığılacaq, təzyiq artacaq və banka partlaya bilər. İnan, belə bir şeyin olmasını heç kim istəməz. Fermentasiyanın qoxusu evdən uzun müddət çıxmaya bilər. Bankanı qaranlıq və sərin yerə qoy. Anbar, zirzəmi, mətbəxin uzaq bir küncü uyğundur. Günəş altında yox, istilik yanında yox. Sadəcə sakit yerdə saxla. 5-dən 7-yə qədər gün gözlə. Bu müddətdə şəkər bitkilərdən tünd, qatı, sirop kimi bir maye çəkəcək. O maye bankanın dibində yığılacaq. Bu, sənin canlı güc konsentratındır. Bir həftədən sonra mayeni tənzifdən və ya xırda süzgəcdən süz. Yaşıl kütləni yaxşıca sıx, son damlasına qədər çıxart. Qalan hissəni komposta ata bilərsən, o artıq öz dəyərini verib. Mayeni isə təmiz şişəyə tök. Qoxusu güclü olacaq, turş şirin, fermentləşmiş, biraz qəribə. Bu normaldır, bu ətir deyil. Bu, təbiətin güclü dərmanıdır, qorxma. İndi istifadə qaydasına gələk. Ən vacib məsələ. Bu konsentratı heç vaxt təmiz halda istifadə etmə. Çox güclüdür. Onu su ilə seyr etmək lazımdır. Təxminən 1-ə 20 nisbətində. Yəni, 1 xörək qaşığı fermentləşdirilmiş bitki şirəsinə 20 xörək qaşığı su. Ya da 1 stəkan şirəyə 20 stəkan su. Necə rahatdırsa elə ölç. Bu durlaşdırılmış maye ilə bitkilərin dibini suya bilərsən. Həm də səhər tezdən və ya axşam, günəş yandırmayanda. Yarpaqlara çiləyə bilərsən. Yarpaqlar bu təbii hormonları birbaşa qəbul edəcək və təsir daha tez görünəcək. Bir neçə gündən sonra dəyişikliklər səni təəccübləndirə bilər. Həftələrlə yerində qalan bitkilər qəfil böyüməyə başlayacaq. Aşağı sallanan yarpaqlar qalxacaq, sarılıq azalacaq, yerini sağlam yaşıllıq tutacaq. Uclarda yeni zoğlar görünəcək. Gövdələr möhkəmlənəcək, köklər daha dərinə gedəcək. Niyə bu işləyir? Çünki sən bitkiyə ölü mineral yox, canlı mesaj verirsən. Böyü, güclən, yaşıllaş. Bitkilər bu dili milyon illərdir tanıyır. Bu, fitohormonların dilidir. Fermentləşdirilmiş bitki şirəsi yumşaq işləyir. Kimyəvi gübrələr kimi kökü yandırmaq riski yoxdur. Dozanı biraz artıq etsən belə, adətən böyük problem yaratmır. Bitki ehtiyacı olanı götürür, qalanı isə torpaqdakı mikroorqanizmlərə qida olur. Bu mayeni böyümə mövsümündə təxminən 2 həftədən bir istifadə etmək olar. Xüsusilə yayda, istidə, meyvə bağlama dövründə çox faydalıdır. Çünki həmin vaxt bitkilərin enerjiyə ehtiyacı daha çox olur. Bu, bağınla sakit bir söhbət kimidir. Aqressiv təkan deyil, yumşaq dəstəkdir. Sanki bitkiyə deyirsən, sən bacararsan, güclüsən, davam et. Amma hələ 3-cü maye var. Ən güclüsü, ən vacibi. O, sadəcə qidalandırmır və stimullaşdırmır. O, torpağın bütün ekosistemini yenidən qurur. Bu, kompost çayıdır. Əgər düyü suyu ilk qığılcındırsa, fermentləşdirilmiş bitki şirəsi dəstəkdirsə, kompost çayı artıq tam bir xilas etmə əməliyyatıdır. Torpağa minlərlə faydalı mikroorqanizm gətirən canlı bir mayedir. Kompost çayını çox vaxt səhv başa düşürlər. Bəziləri elə bilir ki, bu sadəcə kompostu suya qatmaqdır. Xeyr, əsl kompost çayı canlı dəmləmədir. Düzgün şəraitdə mikroorqanizmlərin çoxaldığı mayedir. Hər damlasında həyat var. Bu mikroorqanizmlər torpaqda çox vacib işlər görür. Köklərlə əlaqə qurur, bitkiləri xəstəliklərdən qoruyur, orqanik maddələri parçalayır, qidanı bitkilər üçün əlçatan edir. Torpağı toz kimi haldan çıxarıb, yumşaq, dənəvər, su saxlayan quruluşa gətirirlər. Kompost çayını necə hazırlamaq olar? Əvvəlcə təmiz, xlorsuz su lazımdır. Əgər kran suyundan istifadə edirsənsə, vedrəyə doldur və gecədən səhərə qədər açıq saxla. Xlorun bir hissəsi uçacaq, bu vacibdir. Çünki xlor mikroorqanizmləri öldürür. Biz isə onların yaşamasını və çoxalmasını istəyirik. Təxminən 1 kiloqram yetişmiş kompost götür. Kompost tünd rəngli, yumşaq, meşə torpağı kimi xoş qoxulu olmalıdır. Heç vaxt təzə peyindən kompost çayı hazırlama. Xüsusilə evdə uşaqlar, nəvələr və ya heyvanlar varsa. Təzə peyində zərərli bakteriyalar ola bilər. Maye halında bu daha təhlükəlidir. Kompostu hava keçirən kisəyə qoy. Köhnə yastıq üzü, tənzif torba və ya süzgəc torba uyğundur. Ağzını bağla və su dolu vedrəyə sal. Sanki böyük çay paketi kimi.
Sonra bir xörək qaşığı bəkməz və ya bal əlavə et. Bu, mikroorqanizmlər üçün qidadır. Sadə şəkərlər onlara çoxalmağa enerji verir. İndi isə ən vacib hissə gəlir. Əsl kompost çayını adi palçıqlı sudan ayıran məqam budur. Hava lazımdır. Çoxlu hava, daimi hava. Vedrəyə akvarium üçün istifadə olunan hava aparatı, yəni aerator sal. Balıq saxlayanlar yaxşı bilir, zu mağazalarda satılır. Borusu və ucunda hava daşı olur. Onu işə sal. Baloncuqlar 24 saat dayanmadan çıxmalıdır. Niyə bu qədər vacibdir? Çünki faydalı mikroorqanizmlər oksigen sevir. Hava olmasa, suda çürümə yaradan pis bakteriyalar çoxalacaq. Belə maye ilə bağ sulamaq olmaz. Amma daimi hava olanda faydalı mikroblar üstün gəlir. Torpağı sağaldan bakteriyalar, struktur yaradan göbələklər, zərərli mikrobları sıxışdıran canlılar. Kompost çayını 24 saat köpüklənməyə qoy. Daha çox saxlamağa ehtiyac yoxdur. Bu müddətdə mikroorqanizmlər milyonlarla çoxalacaq. Suyun üzərində yüngül köpük yaranarsa, bu yaxşı əlamətdir. Deməli, həyat qaynayır. Bir sutkadan sonra aparatı söndür. Kompost kisəsini çıxart və vedrənin üstündə yaxşıca sıx. İçində qalan son faydalı damlaları da çıxart. Və bu çayı dərhal istifadə et. Çünki mikroorqanizmlər ən aktiv vəziyyətdədir. Aç, enerjili və işə hazırdılar. Aerasiya dayanandan 6 saatdan 8 saata qədər sonra onların gücü azalmağa başlayır. Kompost çayını bitkilərin dibinə, cərgələrin arasına, bütün bağa səxavətlə ver. Yarpaqlara da çiləmək olar. Bu, göbələk xəstəliklərinə qarşı əlavə qoruma verə bilər. Əgər 20 litrlik vedrəni qaldırmaq sənə çətindirsə, az miqdarda hazırla. 4 litrdən 5 litrə qədər də olar. Prinsip eynidir. Sənin belin vedrənin ölçüsündən daha vacibdir. Bəs kompost çayından sonra nə baş verəcək? Bir neçə gün və həftə ərzində torpaq dəyişməyə başlayacaq. Mikroorqanizmlər torpağın hər yerinə yayılacaq. Kiçik, yumşaq dənəciklər əmələ gələcək. Torpaq daha ovulan, daha yüngül olacaq. Su artıq səthdə gölməçə kimi qalmayacaq, dərinliyə gedəcək. Amma eyni zamanda torpaq suyu daha yaxşı saxlayacaq. Çünki quruluş süngər kimi işləməyə başlayacaq. Köklər daha dərinə gedəcək. Bitkilər quraqlığa, istiyə və xəstəliklərə qarşı daha davamlı olacaq. Zərərvericilər də belə bitkilərə az yaxınlaşır. Çünki sağlam bitki onlar üçün daha az cəlbedicidir. Ən əsası isə budur. Bu dəyişikliklər yığılır. Hər il torpaq daha canlı, daha zəngin, daha güclü olur. Sən sadəcə bağ salmırsan, sən özünü qoruyan, özünü bəsləyən canlı bir sistem yaradırsan. İndi sənin əlində 3 sadə, qədim və güclü vasitə var. Düyü suyu torpağı oyadır. Fermentləşdirilmiş bitki şirəsi bitkiləri gücləndirir. Kompost çayı isə torpağın bütün ekosistemini bərpa edir. Birlikdə onlar möcüzə yarada bilər.